CV-də yazırlar ki, məsələn, dil bacarığı, amma qeyd eləmirlər. Məsələn, bir dil olsun, iki dil olsun, hansı dil olsun. Yəni pul istəyiblər. Pul istəyiblər. O imkan da olmayıb. Və axırda isə heç bir şey əldə eləməmişəm, belə deyək, işlə əlaqədar. İnternetdə demək olar ki, hər gün müxtəlif vakansiyalarla qarşılaşırıq və böyük ümidlərlə CV-lərimizi həmin şirkətlərin elektron poçtlarına göndəririk. Ancaq bəzi hallarda elandakı natamam məlumatlar və ya müraciətlərə diqqətsiz yanaşılması vətəndaşların narazılığına səbəb olur. Bəs görəsən sakinlər bu haqda nə düşünür? Heç olub ki, internetdə gördüyünüz vakansiyalara CV göndərmisiniz və müəyyən problemlərlə rastlaşmısınız? Bəli, olubdur. Bu yaxınlarda bir neçə dənə özüm şəxsən belə də işə düzəltmələrə müraciət etmişəm. CV göndərmişəm, amma CV-dən geri dönüş olmayıbdır. Yəqin ola bilər ki, texniki problemlər olubdur. Bundan da ola bilər. Yəni olur da həyatda, belə şeylər çox olur. Olub göndərmişəm, bəli, çağırmayıblar. Çağıranda da bir dəfə çağırdılar. Yəni pul istəyiblər. Pul istəyiblər. O imkan da olmayıb. Yəni mən demişəm ki, əgər pul verəcəmsə, onda mən niyə sizə müraciət eləyirəm? Ona görə. Yəni ondan sonra da mən internetdən CV vermirəm, müraciət eləmirəm. Belə məsləhət də görmürəm gənclərimizə. Çünki indi elə bir zamaniyə gəlib çıxmışıq ki, çox iş yerlərində aldalırlar. Yazırlar ki, vakansiyalarımız var, amma gedəndə də əziyyət çəkirik, gedirik, deyirlər ki, yerlər doludur, yəni öz adamlarını götürürlər. Onda da sual verəndə ki, bəs onda niyə yazırsınız silin də? Yəni bu aldatmaq kimidir də. İnsan əziyyət çəkir, gəlir, yəni müraciət edir sizə iş üçün. Onda da deyirlər ki, vakansiyalar yəni mövcuddur da, insanlar yəni işləyir. Belə şeylərlə rastlaşmışıq, bəli. Mən özüm tələbəyəm, hal-hazırda iş axtarıram. Bir çox vakansiyalara CV göndərirəm. Əsasən, məsələn, bu yaxınlarda qarşılaşmışam ki, CV-də yazırlar ki, məsələn, dil bacarığı, amma qeyd eləmirlər. Məsələn, bir dil olsun, iki dil olsun, hansı dil olsun və s. Və məsələn, zəng edirlər ki, müsabiqəyə gəlin və s. Mən gedirəm, məsələn, deyirəm ki, mənim ingilis dili var da. Amma onlar deyir ki, biz məsələn, iki dil istəyirik, rus dili də istəyirik. Mən deyirəm ki, məsələn, siz amma orada qeyd eləməmişdiniz ki, həm ingilis dili, həm rus dili. Yəni, bu tür hallar çox yaşanır məndə. Və düşünürəm ki, bunlar onların səhvləri, düzəltməlidirlər bu səhvləri. Bəli, arada olub, yəni məsəl üçün orada informasiyalar yəni tam şəkildə göstərilməyib, eləməyib. Mən də gedib eləmişəm. Məsəl üçün orada hər hansı bir aspekt olmayanda o haqqda bizə informasiyanı verməyiblər. Və mən də soruşmuşam ki, məsəl üçün də burada filan aspekt yoxdur. Onlar da deyil ki, biz əslində hamısını qeyd eləmişdik, ancaq orada bütün informasiya yox idi. Mən də ona əsasən getmişəm və axırda isə heç bir şey əldə eləməmişəm, belə deyək, işlə əlaqədar. Məsəl üçün yaxınlaşırsan, internetdə görürsən, sən gedirsən, deyir ki, məsəl üçün 30 gün ərzində ödəniş ediyin 30 gün ərzində siz işə düzəldəcəyik. Bu da çox vaxt alır, belə deyim, güvənmək olmur. Hal-hazırda belə deyim, səhifələr çox izlənmə olur, bilmək olmur bu belə deyim paneldir ya insanlar tərəfindən izlənir. Ona görə adam qararsız qalır ki, neynəsin. Ki, internetdə gördüyünüz vakansiyalara CV göndərmisiniz? Çox olub xanım, amma təəssüf olsun ki, heç birindən də bir nəticə görməmişəm. Bəs nə cür problemlərlə qarşılaşmısınız? Yəni daha çox real olmayan elanlar qarşıma çıxıb. Bu da yəni belə deyək də, ancaq aldadıcı olub. Bəs görəsən işə götürən tərəfindən hüquqları pozulan vətəndaş problemlə bağlı hara müraciət edə bilər? Bir halda ki, sayt üzərində, internet saytında elanın aktivliyi müəyyəndir və eyni zamanda vaxtının bitməsinə müəyyən bir müddət qalmışdır və vətəndaş ora getdiyi zaman ona artıq elanın müddətin bitməsi barədə məlumat verilirsə, nəticə etibarilə ilə vətəndaş həmin elan belə deyim də ilə bağlı vakansiyada iştirak etmək üçün gəlməsinə dair çox rahat şəkildə həmin müəssisəyə qarşı etirazını bildirə bilər və müəssisəni aidiyyatı üzrə ona vurulmuş zərəri ödəməyi tələb edə bilər. Əgər müəssisə bu ödənişi etməkdən imtina eləyərsə, təbii ki, çox rahat şəkildə mülki məcəllənin 21-ci maddəsini rəhbər tutmaqla vurulmuş zərərin ödənilməsini tələb edə bilər. Vətəndaşın eyni zamanda ixtiyarı çatır ki, işə götürənin əsassız elanları ilə
bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Əmək Müfəttişliyinə də şikayət eləməyə hüququ vardır.